Şirniyyat asılılığı günümüzün bəlasına çevrilib. Şirniyyat çeşidləri kimi şirniyyat satılan yerlər də yağışdan sonra göbələk artan kimi artıb. Əvvəllər şirniyyat bayramdan bayrama bişirilərdi. İndi demək olar ki, evlərdə hər gün şirniyyat yeyilir. Bu da istər-istəməz şirniyyat alüdəçiliyinə səbəb olur. Həyat tərzinə çevrilən şəkərli, diabet, insulin dirənci kimi xəstəliklərin yaranmasında bu amil ciddi rol oynayır. Bəs şirniyyat bəlasından necə xilas olmaq olar? Təbii ki, bugündən şirniyyatı atıram deməklə olmur. Bunu da yeyim, daha şirniyyat yeməyəcəm deyənlər o qədərdir ki. Amma nəticəsi də olmayıb. Bəs şirniyyat alüdəçiliyindən asanlıqla xilas olmağın yolu varmı? Adətən şirniyyat deyiləndə ağla şokolad, paxlava, şəkərbura, tort və bu kimi digər təamlar gəlir. Amma tərkibində gizli şəkər olan başqa qidalar da var. Məsələn, ketçup. Qida sənayesini idarə edənlər şirniyyatla duzlu qidanın insanları daha xoşbəxt etdiyini öyrənəndən sonra bir sıra qidalarda gizli şəkəri və duzun miqdarı artmağa başlayıb. Bu səbəbdən özümüz də fərqinə varmadan başqa qidalar vasitəsilə şəkər qəbul etmiş oluruq. Aparılan araşdırma göstərib ki, şirniyyatla narkotik maddə beyində eyni nöqtəyə təsir edir. Bu səbəbdən də insanda narkotik asılılığı kimi şirniyyat asılılığı da yaranır. Həkimlər bildirirlər ki, insan şirniyyatı ağzına atdığı andan etibarən beyində mükafatlandırma mexanizmi işə düşür. Şirniyyat mədəyə düşdükdən, həzm olunduqdan, qanda şəkərin miqdarını artırdıqdan sonra beyində mükafatlandırma hissi daha da güclənir. Nə baş verir? Nədir bu mükafatlandırma? Biz şirniyyatı yediyimiz andan beyində məmnunluq, həzz və motivasiya hisslərini tətikləyən dopamin maddəsi yüksəlməyə başlayır. Dopamin reseptorlara yapışaraq insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur. Narkotik maddənin yaratdığı müvəqqəti həzz, yüksək əhval-ruhiyyə də məhz bu cür meydana gəlir. Madam ki, şəkər insanı sürətlə kökəldən əsas səbəblərdən biridir. Üstəlik, insanı özündən asılı vəziyyətə salır. Deməli, o zaman biz şirniyyatın yaratdığı mükafatlandırma mexanizmini fərqli tərəflərə yönləndirib qarşısını almalıyıq. Məsələn, mükafatlandırma mexanizmini işə salacaq başqa vərdişlər tapmalıyıq. Bu, idman ola bilər. İdman, şəkər asılılığından xilas olmanın ən asan yollarından biri hesab olunur. Şirniyyatın mənfi tərəflərindən biri də odur ki, siz nə qədər şəkər qəbul etsəniz də doymaq hissi yaranmır. Şirniyyat yedikdə dopamin yüksəlir və siz hər gün tort, şokolad yesəniz dopamin düşmür, doyma hissi yaranmır. Ona görə davamlı olaraq şirniyyat yemək istəyirsiniz və hər ötən gün miqdarı daha da artırırsınız. Digər qidalarda bu belə deyil. Yemək yeyərkən müəyyən vaxtdan sonra insan doyur və yeməkdən əl çəkir. Ona görə də şirniyyatı dopamin maddəsini artıracaq başqa qidalarla əvəz etməliyik. Bəs dopamini artıracaq qidalar hansılardır? Məsələn, süd və süd məhsulları, ət, çərəzlər, yağlı balıqlar dopamini qaldırır. Amma burada da bir məqama diqqət yetirməliyik. Məsələn, balıq, badam dopamini yüksəldir. Amma bu qidaları hər gün yesək, bir neçə gündən sonra dopamini yüksəltməyəcək. Ona görə də dopamini yüksəldən qidaları növbəli şəkildə qəbul etmək lazımdır. Məsələn, bugün balıq, sabah qırmızı ət, hinduşka əti, digər gün badam yeyərək dopamini yüksəltmək mümkündür. Bu yolla həm şəkər asılılığından xilas olursunuz, həm də həmin qidalardan vitamin və minerallar alırsınız. Gələk əsas məqama. Şirniyyat asılılığından nə qədər müddətə xilas ola bilərik? Endokrinoloqlar bildirirlər ki, şirniyyat asılılığından xilas olmaq üçün 8 həftə şirniyyatdan imtina etmək lazımdır. Maraqlıdır, 8 həftə şirniyyat yeməsək bədənimizdə nələr dəyişir? İlk növbədə əsas bəladan, şirniyyat asılılığından xilas olacaqsınız. Qaraciyərləriniz və mədə-altı vəziniz öz-özünə yenilənəcək. İkincisi, tez-tez acmayacaqsınız. Şəkərli diabetə meyillilikdən xilas olacaqsınız. Üçüncüsü, bədəninizdən həddindən artıq su və yağ atılacaq. Şirniyyatdan imtinanın bu təsiri ilə ilk həftədən özünü göstərəcək. Ödəmlə birlikdə 4 kilo çəki verəcəksiniz. Xüsusilə göbək ətrafı piylər əriyəcək. Dördüncüsü, dəriniz daha parlaq olacaq, qırışlarınız azalacaq. Həkimlər bildirirlər ki,
qadınlar nə qədər şirniyyat yeyirsə, dəriləri bir o qədər parlaqlığını itirir. Şirniyyat onlarda testosteronun miqdarını artırır. Qadınlarda kişi hormonunun artması isə dəridə sızanaqların və qırışların artmasına səbəb olur. Beşincisi, damarlarda sərtlik azalacaq, susuzluq və iltihab aradan qalxacaq. Şirniyyatdan imtina sümüklərdəki sərtliyin azalması ilə nəticələnəcək. Ən əsası qanda laxtalanma və tromb azalacaq. Altıncısı, sinir hüceyrələri yenilənəcək və inkişaf edəcək. Yeddincisi, şirniyyatdan imtina etsəniz, qaraciyər və böyrəkləriniz öz funksiyasını daha yaxşı yerinə yetirəcək. Məsələ burasındadır ki, qarın ətrafı piylənibsə, deməli qaraciyər və böyrəyiniz də yağla örtülüb. Şirniyyatdan imtinanın 3-cü günü bu yağlar əriməyə başlayacaq. 8-incisi və ən əsası, əhvalınız düzələcək. İndi deyəcəksiniz ki, şirniyyat yeyəndə mənim əhval-ruhiyyəm qalxırdı. Videonun əvvəlində bu barədə demişdik. Səbəb dopamin maddəsi ilə bağlıdır. Bu maddə əhvalınızı qaldırsa da, sizdə şirniyyat asılılığını yaradır və şirniyyat özünün dırnaq arası əsas funksiyasının icrasına başlayır. Qarını, beli, qaraciyəri yağlı örtməyə başlayır. Şirniyyat yuxu gətirir, insanı daha aqressiv edir. Təbii ki, əsas məsələ 8 həftə dözməkdir. Amma başqa çıxış yolu da yoxdur. Əks halda piy qatını aradan qaldırmaq üçün daha ciddi müalicələrə, diyetalara ehtiyac yaranacaq. Bu isə əlavə sağlamlıq və maddi problemdir.